Mənim 1 yaşım olanda mən öldüm və anam bunu gördükdə sadəcə olaraq dərhal yaxınlaşıb mənə və məni əllərinə götürdü. Və o dərhal yadına düşdü ki, İsa Məsihin filminə baxarkən orada İsa Məsih 3 gün ölmüş Lazeri dirildir. Və o məni götürür, sözsüz ana olaraq həyəcan içində liftə yaxınlaşarkən əlini qaldırır göyə, deyir, əgər İsa sən mənim oğlumu yenidən bu dünyaya qaytaracaqsansa, mən özümü və oğlumu sənə həsr edəcəm. O zaman 3-4 dəqiqədən sonra mənim yenidən ürək döyüntüm, nəbzim başladı döyünməyə. Bu Rəbbin bizim həyatımızda ilk möcüzəsi idi. 18 yaşım tamam oldu və mən əsgərliyə gedəsi oldum və əsgərlikdə olarkən orada əlbəttə ki, mən hiss edirdim ki, Rəbb hər bir vəziyyətimlə mənimlədir. Amma əsgərlikdən sonra mən işə düzəlirəm. Bir ildən sonra sadəcə olaraq Rəbbin huzuruna gələrəm və ona deyirəm, Rəbb, səninlə hər bir şey yaxşıdır, amma mənə bu dünya maraqlı gəlir. Mənim həyatımda zina var idi, mən bir çox günahları işlədirdim. Təəssüflər olsun ki, bəzi narkotik maddələrindən də istifadə edirdim və bu şeylər mən gördüm ki, mənim həyatımda daha da günaha yol verilib. Çünki kəlamda deyir ki, günah qalıb günah doğur. Mən dünyada yaşayarkən, yəni bu dünyanın bütün hər bir şeylə dadarkən əslində dadlı görsənirdi, hər şey yaxşı idi. Amma əslində cismən hər şey yaxşı görsənsə belə, amma o daxilən boşluğu mən hiss edirdim. Günlərin bir günü əlbəttə ki, yüngül, keyfləndirici maddələrdən istifadə edərkən çox da özümü yaxşı hiss etməyə başlamadım. Və bir anlıq bu dünya, belə deyək də, gözümün önündə bir qaranlıq kimi gəldi. Və o zaman sadəcə olaraq dərk etdim ki, yox, bu qədər getməz. Yəni mən tövbə etdim və başladım yenidən bərpaya, kilsəyə gəlməyə. Artıq qərar verdim ki, bütün bu yaxşı olmayan işlər, yəni pis işləri hamısını kənara buraxmağa, hansı ki, o məni yenidən bu dünyaya qaytardı. Ən əsas, necə məni o bu dünyaya qaytardısa, cismani, həmçində mənim ruhani bu dünyaya qaytardı. Özünə qaytardı. Bilirsiniz, biz cismani yaşaya bilərik, amma ruhumuz ölü olarsa, deməli biz bu həyatda yaşamırıq. Əziz dostum, əgər sənin də həyatında bugünkü gündə sıxıntılar, problemlər, əgər ruhani boşluq hiss edirsənsə, əgər günahların səni sıxırsa və azad olmaq istəyirsənsə, yeganə yol İsa Məsihdir. Və onun üçün İncil kitabından Yahya müjdəsini oxumağa dəvət edirəm.